Palotonla nə ağır yatdı bu oğlan ölü bə. Nə də tərpənməyin üstündəki yorgan ölü bə. Bu qədər iştirağa onun qorşu durdu tamam. Gəbərişməz də verirdir deyəsən can ölü bə. Demək olmaz dedilər tək yatıb əlbət duracaq. Ölülər yatmağıdır, yox buna payət əli bə. Çox soğuqdur çıxan ahəstədir tək nəfəsi. Bədənindən donuşub laqdanıb qan ölü bə. Aman ay molla dayı bir kitab açdın fağa bax. Tap baxan çarəsini sən də deyirdən ölü bə. Sizi deyib gəlmişəm. Ey mənim müsəlman qardaşlarım, o kəslərə deyib gəlmişəm ki, mənim sözlərimi xoşlamayın. Bəzi bəhanələrlə məndən qaçıb gedirlər. Məsələn, fala baxdırmağa, dərviş nağlıma qulaq asmağa, hamamda yatmağa və qeyri bunu vacib əməllərə. Çünki kümələr buyurublar, sözlü o kəslərə de ki, sənə qulaq vermirlər. Zəmanə ki, məndən bir gülməli söz eşidib, ağzınızı göyə açın və gözlərinizi yumub, o qədər ahə edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və desmal əvəzinə ətəklərinizlə üz gözünü silib, lənət şeytana dediniz. O vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım, əgər bilmək istəyirsinizsə kimin üzünə gülürsünüz? O vaxt qoyunuz aynalı qabağınıza və baxınız gül zamanınıza. Mənim sizdən bircə üzrüm var, gərək məni bağışlayasınız. Bilirəm, türk dili mən sizinlə türkçünün açıq ana dili ilə danışdım. Bilirəm, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalətidir. Amma hərdən bir keçmiş günləri yad etmək lazımdır. Salınız yadınıza, ananız sizi 5-də yılğalaya türk dilində lay deyildi və siz qulaq sahibinə sakit olmurdunuz. Axırı bir çarə ananız sizə deyirdi, bala, ağlama, qorxdan gələr, səni aparar. Və sizdə canınızın qorxusundan, ağlamaqdan sakit olurdunuz. Hərdən bir ana dili danışmaqla